Əlizadə Heydər babamızın ən sevdikləri haqqında danışacaq. Bəzən bir insanı tanımaq üçün onun dediklərinə yox, sevdiklərinə baxmaq kifayətdir. Çünki insanın ruhu ən çox seçdiklərində gizlənir. Dinlədiyi musiqidə, zövq aldığı yeməkdə, hətta bir stəkan içkidə belə. Gəlin ulu öndərimiz Heydər Əliyevin ən sevdikləri ilə daha yaxından tanış olaq. Ən çox sevdiyi bəstəkar. Heydər Əliyev. Ən çox sevdiyi insan. Heydər Əliyev. Ən çox sevdiyi şair. Məhəmməd Vəli. Ən çox sevdiyi şeir. Yanlarında toz olmasın, yanlarında